rəssamlıqla məşğul oluram. 17 yaşımdan isə qum sənətinə daha çox marağım artmağa başladı. YouTube vasitəsilə baxaraq öyrəndim. İstifadə edəcəyim qumları çətinliklə tapırdım. Dəniz qumundan istifadə edirdim, amma bir müddət sonra artıq xaricdən sifariş eləyəndə mən hətta onun fərqini belə gördüm ki, nə qədər böyük fərq eləyirmiş və mən nə qədər əziyyət çəkirmişəm. İlk dəfə bu sənəti Kanadalı rejissor bir xanım tərəfindən tanınmağa başlayıbdı. 2010-cu ildə Tanıdım Səni adlı layihəyə qatıldım. Orada birinciliyə layiq görüldüm. Yetenek Sizsinizə qatılmışam. Finala qədər getdim. Bununla da yenə dayanmadım. Qazaxıstanda yenə Got Talent layihəsi var. 5 ölkə arasında yenə mən finala qədər gəldim, çatdım.